Salam, hər vaxtınız xeyir. Necəsiz? Yaxşısınız inşallah, maşınlarınız da yaxşıdır. Deməli, kontaktımda olan bir neçə istifadəçi, avtomobil sürücüsü və mənim tanışlarım mənə 40-dan çox, yəni insan mənə bir video göndərirlər. Mən də baxıram, orada məşhur telekanallardan biri, böyük servislərdən birində alıcı və satıcı arasında münasibət pozğunluğunun yaranmasında böyük rol oynayan usta barəsində danışırlar. Orada təmir xərcləri filan. Bilirsiniz, yoldaşlar, mənim reaksiyam bu mövzuya necə ola bilər? Heç cür ola bilməz. Belə ki, mən beynimdə belə hadisələrə boş yer ayırmıram. Çünki mənim beynim texniki və elmi biliklərin toplanması ilə məşğuldur. Mən belə şeylərə fikir vermirəm, yan keçirəm belə şeylərdən. Heç belə şeylər mənim, belə deyək də, gündəmimdə deyil, belə deyək. Bu cəmiyyətdə olmuş hadisələr çərçivəsində xırda bir hadisədir. O deyirlər ki, çinmə, boğulma. Nə tökərsən aşıva, o da gələr qaşığıva. Və yaxud da ki, necə deyim, əlindən gəlir yaxşı eləyir kimi məsələlər bu hadisəyə uyğundur. Çünki cəmiyyət özü bunu tələb eləyir və başına gələndən də şikayətçi olmalı deyil. Bundan əlavə, bu şeylərin alternativləri mənim həyatımda daha çox baş verib. Məsəl üçün, bir insan Toğrul Usta adıyla səyyar xidmət göstərib neçə bir müddət, mən heç bilməmişəm. Düzdür, mən də səyyar xidmət göstərirəm, amma yəni bu insan da mənimlə paralel mənim işimi görüb, mənim adımdan istifadə edilməsi barəsində heç bir məlumatlı olmamışam. Əlavə olaraq, deyim sizə, məsələn, ehtiyat hissələri satan adamın çevrilib usta olmasını görmüşəm. O müəyyən detalları dəyişib görüb, tutuzdurur, vəssalam, əlinin altında var o detallardan, çevrilib olub usta. Daxili yanma mühərriklərinin növlərini bir-birindən ayıra bilməyən, yəni deyim sizə, dizel mühərriki, benzin mühərrikdən ayıra bilməyən hər hansı bir digər peşə sahibi olan insanın nəqliyyat ekspert olduğunun məşhur saytların birində oxumuşam. Nəqliyyat eksperti də insan, amma mühərriklər bir-birindən ayıra bilmir. Karter qazların ventilyasiya sistemini bilməyən adamı membran dəyişən görmüşəm. Yəni, separatoru dazatırdan ayıra bilməyən adamı bu işləri görən görmüşəm. Ona görə bu hadisələr bir balaca bunların fonunda örtbasdır olunur. Bilirsiniz, cəmiyyətdə belə şeylər yenə də deyirəm, təkrarlanır, həmişə təkrarlanır. Bir insan yatır, gecə yuxuda nəsə görür, səhər durur, deyir ki, məsələn, mən həkim ola bilərəm. Nə var o, dırnağının ətinə batmış hissəsini çıxardıb, öz həyatında bunu eləyib. Elə başa düşür ki, o sümük keçirmə, sümük köçürmə və ilik köçürmə əməliyyatını da yerinə yetirə bilər. Və cəmiyyətin cahil qisminin kasıb təfəkküründən istifadə eləyərək şarlatanlıqla məşğul olur. Mən bir köhnə dərvişəm, cəhənnəmdən gəlmişəm, zamanəni dolayıb parmağıma sərmişəm. Terminoloji açıqlaması var, ədəbiyyatlarda göstərilir, siz baxa bilərsiniz. Ona görə də belə şeylərə yol verməmək lazımdır ki, insan həyatında belə şeylərə yer alsın və əsəblərə toxunsun, əsəbin hər hansı bir küncünü çürütsün. Lazım deyil. Yaxşısı budur, hərəmiz öz işimizlə məşğul olaq. Kimsə pedaqoji fəaliyyətlə, kimsə daha doğrusu mühəndislik fəaliyyəti ilə, kimsə nə bilim, digər fəaliyyətlərlə, IT və digər texnologiyalarla. İndi isə gələk bizim mövzumuza. Bizim mövzumuz ondan ibarətdir ki, biz son zamanlar ancaq təmir videoları paylaşırıq. Yəni bu dəfə də təmir videosu olacaq, amma diaqnostika videosu yarımçıq, yarım olan videolar. Niyə? Çünki diaqnoz qoyulub, ehtiyat hissəsi gətirilməyib, hələ ki gözləyirik. Amma diaqnozun necə qoyulduğu göstəriləcək. Digər avtomobildə isə nasazlığı çəkə bilməmişəm, üzürlüsən, yəni nasazlıq olan hissəni göstərə bilmirəm. Amma avtomobil özünü çox pis aparırdı, yerində pis işləyirdi və səbəbləri göstərərək aradan qaldırıb, sonra avtomobilin qarajdan yola salma mərasimini və özünü necə aparmasını videoda göstərəcəm. Ümid edirəm ki, bəyənərsiniz, xoşunuza gələr. Maariflənin, öyrənin, səhv tutun, səhvləri göstərin, daha yaxşı olsun. Mən də öyrənim, mən də sizdən nəsə öyrənim. Mən həmişə demişəm ki, mənə nəsə öyrədən insana dərindən minnətdaram.
beyninizi boş-boş şeylərlə yormayın, özünüzü belə deyə də əsəblərinizi qoruyun. Yolda qalmayın. İnsanların günü kimi bir şey əmələ gəlib, öz-özünə əmələ gəlib. Mən əmələ gətirməmişəm. Deməli, beləncə olur. Biri də yəsi sahibi gəlir. Salam Zakir, salam. Biri də burada saxlamışam. Hələ dalı gəlirik. Nədənsə bu günlər ancaq Nissanlar düşüb. Möhtəşəmin də biri burada deyalım. Avtomobil Nissan Primera'dır. Sürətlər qutusunun bloka əlaqəyə çıxmır. Görürsünüz orada. DS mod. Yanıb sönür. Üzr istəyirəm. Heç bir indikator yoxdur. Avtomobili də parkingdən çıxardanda top eləməsi vurur. Yəqin hiss elədiniz telefonun yellənməsini. Qabağa eyni şey. Hop. Baxacaq görək. Mühərrikin daha doğrusu sürət qutusunun idarəetmə bloku niyə əlaqəyə çıxmır? Deməli, skan edirəm avtomobili. Avtomobil kommunikasiyadan şikayət edir. Mühərrikin idarəetmə bloku korobka ilə əlaqəyə çıxa bilməməsindən şikayət edir. Burada korobkanın içində bir problem göstərir. Mühərrikin idarəetmə bloku bu tərəfindən aşkarlanıb. Yer gəlmişkən. Sürət qutusunun blokudur. Orada yerləşir. Çıxardıb atmışam onu yerə. Baxacam indi görüm onun nəyə çatmır. Əgər hər şey çatırsa blokun özü lazım olacaq. Burada isə ABS-in kontrollerinin özündə problem var. Yəqin ki, çox böyük. Bu avtomobil yanıb. Yəni ön hissədən alışıb yanıb. Dəba sürət qutusu not equipped. Yəni bu avtomobil sürət qutusunun bloku ilə təmin olunmayıb, amma yekun nəticədə sürət qutusunun bloku var. Orada da yerləşir. Mən onu görürəm. Biz baxacaq görək o blok bizlə niyə danışmaq istəmir. Deməli belə. Sxemləri açıb işləyəcəm. Üzrlü sayın sxemlər bu çəkdiyim telefonda yerləşdirmişəm. Yəni tapdıqca, tapmadıqca məlumat verəcəm. Deməli bu mühərrikin idarəetmə blokudur, bu heç. Bu da sürətlər qutusunun idarəetmə bloku. Sürət qutusunun işləməyindən ötürü avtomobil tərəfdən bütün şərait var. Yəni işləməlidir. Mühərrikin idarəetmə bloku da sürət qutusunun bloku ilə əlaqəyə çıxmaq istəyir. Yəni məsələn, məsəl üçün. Ökə əzbərləmişəm. Məsələn, burada kan ayağıdır. Nəfs oldu. İndikatorumu dartdım, qopartdım yerindən. İndikatorumun kabeli qopdu. Deməli, maşın tərəfdən sürət qutusunun işləməyindən ötürü bütün şərait var. Elə belə göstərirəm. Məsələn, kan ayaqlarını göstərim. Kan high. Mühərrikin idarəetmə bloku tərəfindən. Bu mühərrikin idarəetmə blokudur. Bu da məsələn olsun kan low. Kan low da var. Gəlin iki dənə massa göstərim. Əzbərləmişəm artıq. 25-ci ayaq massa. Yəni inanın ki, plusları da yoxlamışam da. Prosta elə insanlar var ki, orada deyir ki, o üstü falan şey yoxladın, o üstü falan yoxlamasam deyərəm. Bu massa da 48. Bu da massa. Yəni mühərrikin idarəetmə bloku daha doğrusu maşın tərəfdən blokun işləməsindən ötürü bütün şərait var, blok işləmir. Bilmirəm. Ya aldırarıq, ya da aparıb təmir elətdirirlər. Bu işləməsə korobka barəsində qərar vermək çətin olacaq. Belə.
Bir avtomobilimiz var, Infiniti G37'deyiz. Avtomobilin yürüyüşündə problem var, gedişində problem var. Bir də avtomobil soyuq halda təkləyir. Hansısa silindir işləmir. Deməli, mən birinci şübhələndim ki, bəlkə dedim, sepində zadda problem olar. Kalenval, raspredval eləmək istədim, amma sonra öyrəndim ki, raspredval kifayət eləyir bu avtomobillərə, kalenval eləmək lazım deyil. Ona görə qaz paylayıcı valın asiloqrammasını çıxartdım, şablondan üst-üstə vurur. Heç bir problem yoxdur. Yəni, mexanikada problemimiz yoxdur. Avtomobil katalitik elementin aşağı effektivliyindən şikayət eləyir. Amma katalitik element də yoxdur, downpipe var bu avtomobildə. İndi qalmışam belə. İndi smoke test eləmək istəyirəm. Avtomobil buz kimidir, soyuqdur. Hal-hazırda heç işə düşməyib. Mən indi gəlmişəm qaraja. İndi istəyirəm ki, bunu smoke test eləyim, baxaq görək. Bəlkə hardasa buraxan yeri var. Qoşum aləti davam eləyək. Tamam, smoke test eləyirəm avtomobili. Bilmirəm, sizə göstərə biləcəm yoxsa yox. Çalışacağım ki, göstərim. Bilmirəm, görürsünüz yoxsa yox. İndi işığı hansı rakursdan tutum ki, hoppa, gördünüz? Farsumkaların diblərindən, hamısından buradan buraxır. Burada da kollektorun dibindən buraxır. Yəni, gördüyünüz kimi vəziyyət belədir bu avtomobildə. Hələ bu tərəf bu tərəfdə salamatçılıqdır, amma bu tərəf belədir. Hər yerdən buraxır. İndi çalışacağıq ki, bu avtomobili elə vəziyyətə gətirək ki, bu da pırtıldamasın. Bu Infinitini sökürəm yavaş-yavaş. Baxıram ki, burada belə bir mənzərə var. Burada belə bir mənzərə var. Burada belə bir mənzərə var. Sonra burada belə bir mənzərə qarşıma çıxdı. Bax belə. Deməli, yavaş-yavaş söktükcə, yavaş-yavaş siz də mənə bağışlayın. Qoxu çıxır üzə. İndi yavaş-yavaş sökürük. Baxaq görək bu zaslonkanın arxasında nə çıxacaq. Bax, söktükcə belə şeylərlə rastlaşıram. Demə belə şeylərlə. Burada da eyni mənzərədir, bu tərəfdə də. Eyni mənzərədir, işte ikinci yaxdır. Nə bilim, görək hələ qabaqda bizi nə sürprizlər gözləyir. Yavaş-yavaş sökürük də. Baxaq görək nə olacaq. Yaxşı olar, yaxşı olar. Deməli, bir də yadımdan çıxdı, vur olam. Deməli, zaslonkan üçün göstərim. Yəni, burada da eyni vəziyyətdir. Bu maşın ağlayır da, ağlayır bildiyiniz. Deməli, birinci lambda zontdan avtomobil. Daha doğrusu birinci lambda zont yanıb, demək olar ki, işləmir. Baba orada. Onu da təzəsini demişdim, gətirsinlər. İnşallah onu da quraşdıracağıq. Onu neyniyəcəm? 6 dənə təzə alışdırma şamı qoyacağım. Farsumkaları stend eləyərik. Lazım olsa əgər. Baxacağım vəziyyətlərinə. Lazım olsa yuyacağım. Sonra prokladkalarını dəyişərik. Farsumkaların, nədir o? Salniklərini. Manjetlərini, nə olsa. Kollektorun manjetini əl gəzdirərik. Yığıb, xotlayıb baxacaq. Yox, təmizləyib, hər şey qaydasına qoyub baxacaq. Ümumi qulluq da, amma ümumi qulluqdan aşırı artıq orada oksigen sensorunun dəyişilməsi var. Orada elə yaxşı ki, bilmirəm necə olacaq. Nəysə, baxacaq, bir şey fikirləşərik. Davam eləyək söküm. Deməli, bu aşağı kollektoru çıxartmayacağım. Niyə çıxartmayacağım? Çünki vizual müşahidə eləyirəm. Onun prokladkası da hər şey yaxşıdır. Yəni, yeri də yaxşıdır. Orada biraz germetka filan da vurublar. Dartışdırmaq istəmirəm. İndi çalışacağım ki, farsumkaların rekasını çıxardım. Burada 1, 12, 12, 12, 12. Günəndə bonluqları açıb, iştəkələri çıxardıb, dartıb çıxardacağım. Salnik var. Təzə salnik qoyub, bağlayacağım yerinə. Yerin zaten təmizləyərik. İndi göstərəcəm. Deməli, farsumkaları söktük, çıxartdıq. Reka buradaydı. Qoymuşuq stendə.
3,5 təzyiq vermişəm. Yəni 3,5 təzyiq yoxlamaq üçün mənim nəzərimdə çox deyil. Burada farsonkanın biri buraxır. Bu yaxşı hal deyil. Səhərə qədər buraxır, həmin silindir. Əməli baş bulbul eləyir. Diqqətlə baxın. Gördünüz? Qalanları yaxşıdır. Bu da bir balaca nəmləyir. Belə. Bu da nəmlədir. Amma bu əməli başda buraxır. Belə. Deməli, ağızların quruladım, amma heç qoymağa üsbət eləmədim reykanın yerinə. Tığım buraxdı bu farsonka. Yuyub təmizləyəcəyik, metkasını qoyacam, baxaq görək. Bəlkə, nə bilim. Bir balaca artıracağım təzyiqi. Azca. 4. Baxırıq. Doldu ağzı. De. Əclaf. Həssinə baxaq görək neyinirik. Bu farsonka ilə. Səhərə qədər damcı atsa 2-3 damcı bəsdir. Farsonkaların işində heç bir problem yoxdur. Amma bu təəssüf olsun ki, buraxır. İndi o birisi farsonkaların heç birini yumayacam, onlara əl vurmayacam. Bir dənə bu farsonkanı yuyacam, bir dənə bunu. Baxım görüm, bəlkə qabağını almaq olar. Bəlkə nəsə eləmək olar, buraxmasında. Buraxır da mən neyniyim? Bəlkə dirilər. Amma belə heç birinin işində problem yoxdur, hamısı ideal püskürür. Buraxması pis oldu da. Əslində reqlamentdir ki, bu farsonka dəyişilməlidir. Baxa görək də. Deməli, yudum farsonkaları. Bu farsonkadır. Daha doğrusu iminlə bunu yummuşam. Nisbətən azaldı, bir xeyli azaldı. Bayaqdan saxlamışam. Baxın, 2 dəqiqədən çoxdur saxlamışam. Görürsünüz, 5 dəqiqədən başlayırdım. Saxlayır. İndi daha damcı yığmır. Yenirsən elə buraxacaq bu farsonka. İndi bir balaca saxlayır, belənci. Nəmləyib saxlayır. 4 atmosferləndir. Hamısını ağzını qupquru eləyirəm. Nəmləyir. Bu da. Bu da nəmləyir. Bu da nəmləyir. Üzrü sayın biraz süründü. Mən qoy belə çıxardım. Bəlkə belə getdi. Yığdı benzini. Bu da benzini yığır. Gördünüz. Yuduğum da yığır. Yəni hamısı qardaş, yəni farsonka buraxdısa və salam, o farsonka reqlament əsasən dəyişilməlidir. Onu neyinirsən elə? Bayaqdan yarım saatdan çoxdur mən onu burada yuyuram. Özdə deyim sizə ki, dərmanım da pisdir yox. Dərmanım da yaxşıdır. Yəni mümkün deyil də. Mümkün deyil. Belə. Sahibinə deyərik, baxaq görək nədir. Müəllim, qurulaya bilmirəm. Şeyi çıxardanda dağılır da şey. Belə lap uc hissəsinə baxıram. Heç nə yoxdur da. Konkret olaraq şüşənin dalından uc hissəsində heç nə yığılmır. Yəni yığılanda ən azından damcı kimi görsənməlidir. Yəni nə qədər yoxlayıram, heç nə görə bilmirəm. Prosta səndə aparat başqadır da, farsonkanın ucuna əl vurmaq olur. Yəni bunda belə gözlə görə bilmirəm şüşənin dalına. Belə fanarla da baxıram. Nə bilim, min hoqqa edirəm, görmək istəyirəm, amma heç nə bir şey görə bilmirəm. Deməli, maşını söktükcə sürprizlər qabağımıza çıxır. Deməli, bu müştüyü borta buraxıb deyənə bunu izolent deyiblər. Amma bu izolent, belə deyək də, iskranın neçə kilovat iskranın, kilovolt iskranın qarşısını ala bilməzdir. Burada da eyni şey. Bilmirəm, hələ bu maşınla nə ilə rastlaşacaq söktükcə. Hələ ki sökürük. Sveçə dəyişmək istəyirik, amma belə şeylərlə qarşılaşırıq. Onu o tərəfə vur biraz. Saxla çıxar. Baxa görə burada nə çıxır. Orada da elədir. Əssalam.
Bu da müştük. Farsunkaların hamısının manjetlərini dəyişdim. Aqil bunları xüsusi metodika ilə qaydasına qoydu. Artıq daha heç bir buraxmır. İndi quraşdıracağım üstünə. Təzə alışdırma şamları quraşdırdım avtomobilə. Bu alışdırma şamları artıq yaşadığın yaşayıb. Bir dənə müştük xarab idi. Onu da yırtılmışdı, dağılmışdı. Onu da dəyişdim. Qalanları elə izolentli qaldı. Deyirlər ki, belə olmalıdır. Mən də belə olacaq. İndi quraşdırıram. Yerinə farsunkaları davam edirik. Oksigen sensorunu da açıb çıxartmışam oradan. Gördüyünüz kimi yoxdur yerində. Buradadır. Alınıb gətirilən oksigen sensoru ilə birə-birdir. Artikulları da eynidir. Denso 7080. Quraşdırıb, zaslonkaları da yuyub, hamısını yığıb yerinə. Kollektorunda prokladkası təzə gəldi, onu da dəyişəcəm. İşə salıb baxacaq inşallah, salamatlıq olsun. Yığdıq yerinə. Zaslonkalar belə olmalıydı. Belə. Bunları da təmizlədik. İnşallah xodlayıb baxacaq. Oksigen sensorunu bağladım. Oksigen sensorunun ştekeri düz gəlmədi. Raspinovka elədim, o birisi ştekeri taxdım ona, onu bağladım ora. Yəni ştekeri düz deyil onun. Amma bu belə mühərrikin, iminlə bu mühərrikin üstündən çıxıb. Niyə belə oldu mən bilmirəm. Yəni ölüxanadan məhz bu mühərrikin üstündən çıxıb. Davam eləyəcək. Mən mühərriki işə salırıq. Ya Allah.